saçımızın ağarması, yüzümüzün qırışması, vücudumuzun yorğunlaşması, xəstələnməsi bizə xəbər verir. Ey sahibi, ölüm sənə yaxınlaşır, hazır ol. Biz oturup fikirləşməliyik qardaşlarım ki, biz ahirət üçün nə çalışırıq? Olmuş bir hadisəni Həzrət Ömər radiyallahu anh onu ölümü xatırladan bir adamı pul verir ki, məni hər gün səhər tezdən gəl qarşımda dur, ölüm var ya ölər deyə mənə xatırlat deyir. Həm ölümü xatırladır, həm də adama pul verir. Artıq bir gün güzgüdə baxıyor ki, saqqalına dən düşüb ağarıqdır, adama heç nə demir, pulunu da vermir. Adam deyir ki, ya xəlifə, ya Ömər, mən əziyyət çəkib sənə həmişə gəlib deyirdim ki, ölüm var, xatırlayırdım. Bəs niyə daha mənə onu istəmirsən? Deyəm, ey insan deyir, artıq məni xatırladan var, saqqalıma baxıram, ağarım, ölümü xatırladan var deyir. Yəni, əziz qardaşlarım, ölüm gəmicə qocayılmaz, baxmaz. Hər kəs üçün anidən olan bir şeydir. Ona görə bir mümin olan insan ölümə hər an hazır olmalıdır. Necə ki, bir gözəl söz var dilimizdə, deyir, özümü təmiz saxla, hər an ölüm gələ bilər, evimi təmiz saxla, hər an qonağın gələ bilər.